Selamünaleyküm. Sərfəramlakin daimi izləyiciləri. Hər vaxtınız xeyir. Mən Sevsanda beton yola gedən asfalt yolun terasının üstündə, əsas asfalt yoldan 100 metre aralıda 2.2 torpaq sahəsinin içində 4 otaqlı həyət evi ilə tanış eləməyə gəlmişəm. Bu başdan deyim, evimizin qiyməti 112 mindir. Real alıcıya indirim olacaq. Deməli, torpağın sotunu dedim, qaz, su, işıq hazır var. Evimizin sənədləri belədir. Torpağın çıxarışı var. Evi də alan adam gedib asan xidmətdən rahatlıqla evə çıxarış ala bilir. Deməli, birinci mərtəbədə belə bir qaraj inşa edilib. Gördüyünüz kimi həyətimizə 2-3 maşın arda daxil ola bilir. Birinci mərtəbə bu vəziyyətdədir. Buranı da istifol eləyib otaq kimi eləmək olar. Burada bir otaqdır, geniş bir otaqdır. Garajı gördük. Burada sanitar qovşaq eləmək olar. Burada da yenə geniş bir otaq. Qalxırıq ikinci mərtəbəyə. Yeni qeyd edirəm, evimizin torpağının çıx kupçası var. Evə rahatlıqla kupça almaq olur. Burada belə bir yay balkonu inşa edilib. Deməli dostlar, daxil oluruq evimizə. Ya Allah. Selamünaleyküm. Evimizin gördüğünüz kimi evimiz tam təmirlidir. Evimizin geniş bir koridoru daxil olan kimi sağ tərəfdə. Evimizdə bəzi çatışmayan işlər olub. Onu təmir tamamlama işlər gedir. Səliqəsiz yürüyücü istəyirik. Burada mətbəxdir. Mətbəxdən sonra burada bir otaq. Evimizin pəncərələri öz həyətinə baxır hamısı. Burada evimizin qonaq otağı yerləşir. Zövqlü aboylarla yüzlənli divarlar. Görün baxın. Bu ikinci otaq. Burada üçüncü bir otağımız yerləşir. Bu yataq otağıdır. Burada da yenə bir yataq otağı inşa edilib. En sonunda mən sizi evimizin sanitar qovşaqla tanış edirəm. Yeni qeyd edelim, evimiz tam təmin olub istifadəyə veriləcək. Evimizin qiyməti də 112 min deyilir. Real alıcıya indirim olacaq. Bu arada Sərfəramlakin kanalına abone olmağınızı yadınızdan çıxartmayın ki yeni çıxan videolarla ən birinci siz tanış olasınız. Satışda 1, 2, 3, 4, 5 otaqlı mənzillərimiz və həyət evlərimiz var. Boş torpaq sahələrimiz var, mülkiyyət çıxarışla. Kənd təsərrüfat təyinatlı torpaqlarımız var hektarla, bir də hektarla rabitə sənaye və digər sənədli torpaqlarımız var. Sağ olun, Allah alanı da xeyir versin, satana da.